Kərəmov Şamil Vaqifoğlu. Deməli, bu mənim babamın 2 mərtəbəli evidir. Yəni ki, paylı şəkildə mülkiyyətçiyəm. Deməli, həmin bu quldur komanda Zülfəli İsmailov, Bakı şəhər İcra Hakimiyyətinin nümayəndəsi və onun quldur komandası heç bir sənədləri əldə etmədən girirlər evlərə, dağıdırlar, darmadağın edirlər. Siz özünüz müşahidə edə bilərsiniz, nə vəziyyətə salırlar və deyirlər bizimdir. Yəni bu qədər özbaşınalıq ola bilərmi? Yəni ki, qanunsuzluq. Nə istəyirlər, eləyirlər. Şəhərdə cəmaət köçmək istəmir bəzilər. Yəni bərpa eləyin, düzəldin. Kimin vəziyyəti pisdir, razılaşdırın, razı salın. Yəni bu şəkildə olmalıdır. Hətta onu sizə deyim ki, Ceyhun Hacıbeylidə mənim şəxsi öz mənzilimi 5 mərtəbə, indiki Gənclik Nəriman rayonunda Gənclik yeni park salınıb. Orada binada 5 mərtəbəli rabitəçilərin binası vardı. Orada bizim mənzilimiz, ailəmizin, mən orada qeydiyyatdayam. O mənzili dağıdıblar, giriblər, dəmir qapısını, çöl qapısını sındırıblar, bütün əşyaları dağıdıblar. İl yarımdır prokurorluğa, yəni bütün instansiyalara veririk. Deyirlər ki, bu MMC olsaydı, biz təbii ki, cinayət işi qaldıracaqdıq. Bakı şəhər İcra Hakimiyyət nümayəndəsidir, bir dil tapın da. Nə dil tapaq bunlarla, bu quldurlarla? Bunlar Bakı cəmaatını gözüm çıxdıya salırlar. Bunlar istəyirlər ki, ancaq onlar qalsınlar. Hərəsinin 10-15 dənə evləri, mənzilləri, villaları var. Videolarımızı vaxtında izləmək üçün Baku Times şəbəkəsinə abunə olub bildirimləri açmağı unutmayın.